Mamamın xeyir duasını alıb bir dəfəlik köçdüm Dubaya. Bugün Dubayda tədbir çəkirəm, eviniz tikilsin. Heç olmasa əyninizə bir şey geyinərdiniz də. Nəysə, görək bugün başıma nə gəlir. Sürətli şəkildə duxulandım, avadanlıqları yığıb evdən çıxdım. Gedirəm dünyanın ən yekə moluna, metrodan istifadə eləyəcəm, çünki taksilər bahadır. Gəldim bura, endirim var idi. 1-2 dənə kapşonka alacağam, 2 dənə köynək aldım, 230 manat raskoda yetdim. Nəysə oradan çıxdım, axşam çəkilişə gedəcəm. Ona görə də dedim ki, bir dənə sarışqa alım, ən azından sərgəli görsənərəm. Gəldim bura, burada da maşallah bir sarışqa 170 manatdır. Dedim nəhlə şeytana birini alacağam. Yoxladım, bəyəndim, pulsuz duxulandım. 170 manat da burada raskoda yetdim. Orada işləyən qardaşdan da xahiş elədim ki, sən Allah bunu da ütülə, o boyda pul vermişəm. Nəysə çıxdım oradan məkana yaxın yerə qədər metro ilə getdim. Orada da qaçaq taksi sürən qardaş mənə dedi ki, otur aparım, 12 manat verərsən. Nəysə, gəldim məkana çatdım. Şirkətin açılışı üçün gəmi kiraya götürüblər, mən də onları çəkəcəm. Bugün kameranı hara çevirirəm, ha deyirəm, baxmayım, qardaş necə eləyim? Nəysə, o yan bu yan çəkilişimi elədim, hamısı da içib lülpiyan. Tədbir gecə 10-da qutardı. Yaxşı ki, atamın xəbəri yoxdur. Tədbirdən götürdüyüm pulu da dedim ki, gedim heç olmasa otel götürüm bir günlük. Payında qəşəng otel var idi, günlük 200 dollara götürüb raskoda yetdim. Bu otelin də adı çıxıb. Yəqin ki, başa düşdünüz. Özüm ölüm bilmirdim, ora gedəndə öyrəndim. Elə axşam da vanna, balkon, qəşəng istirahət, səhər oldu, hovuz, o yan bu yan. Oteldən çıxıb getdim evə yatmağa.